Keçdik Azərbaycan SSR-nin yaradılması 3-cü səviyyə izahına gedirik. 3-cü izah əsasında baxın uşaqlar, diqqətlə qulaq asın. Heç də olmaz. Zaten izahı ona görə çəkirəm. Uşaqlar, deməli Azərbaycan Sovet Sosializm Respublikasının yaranması. Bilirik ki, Azərbaycan Xalq Cümhuriyyəti dağıldıqdan sonra 1920-ci ilin 28 aprel tarixində Azərbaycan Sovet Sosializm Respublikası yaradılır. Baxın uşaqlar, Azərbaycan Sovet Sosializm Respublikası yaranandan sonra onun iki dənə əsas orqanı fəaliyyət göstərir. Biri qanunverici, biri icra edici orqan var idi ki, qanunverici orqan, biz məsəl üçün AXC-də də demişdik, qanunverici orqan var, Milli Şura, icra edici orqan var, hökumət kimi qeyd etmişdik. Burada da eyni sistemdir. Yəni bir orqanı, bir dövlətin, yəni quruluşu yaranması üçün həm qanunverici olmalıdır, həm icra edici olmalıdır. Burada qanunvericimiz olacaq Müvəqqəti İnqilabi Komitə. Müvəqqəti İnqilabi Komitə fəaliyyət göstərəcəkdir 1921-ci ilin mayına qədər. Ondan sonra adı dəyişəcək, Mərkəzi İcraya Komitəsi adlanacaq yoldaşlar. Deməli, bu oldu bizim ali qanunverici orqan. Tərkibi əsasən kimlərdən ibarət olacaq? Azərbaycanlılardan ibarət olmuş olacaq. Keçirik icra edici orqan. İcra edici orqan isə yoldaşlar bizdə ali icra edici orqan olacaq. Azərbaycan SSR-nin Xalq Komissarları, yəni XKS olacaq. Bu oldu bizim icra edici orqanımız. Deməli, iki orqanımız var. Biri qanunverici, biri icra edici. Qanunverici orqanımız oldu MİQ, yəni Müvəqqəti İnqilabi Komitə. Digər orqanımız olacaq icra edici, yəni Azərbaycan SSR-nin Xalq Komissarlar Soveti. Rəhbəri kim olacaqdı yoldaşlar? Nəriman Nərimanov. Dediyimiz kimi keçən səfərdə belə izah eləmişdik. Bu idarəçiliyin görünən tərəfidir. Bir də bunun görünməyən tərəfi var ki, arxa planda. Yəni faktiki idarəçilik buna aid deyil. Bu qurumlara aid deyil. Faktiki idarəçilik Azərbaycan Komünist Partiyasına aiddir ki, bu Komünist Partiyası Moskva Komünist Partiyasının filialı kimi fəaliyyət göstərir. Elə bil ki, bunun başı, əsası Moskvadadır. Biz sadəcə onun bir filialıyıq. Əsas filial, elə bil yəni əsası Moskvada, biz burada yerdə olan bir filialıyıq. Aydındır? Bu isə burada fəaliyyət göstərən əsas və real hakimiyyət bunlardan ibarət. Bu yaradılıb 1920-ci ilin fevralında yaradılmışdır yoldaşlar. Yenə dediyim kimi Azərbaycanda sadəcə bu filial rolunu oynamış olurdu. Gəldik yoldaşlar, əvvəla bu Komünist Partiyasının idarə etməsində katiblər tərəfindən idarə olunurdu. Yəni tutaq ki, misal üçün Milli Məclisin sədri var, düzdürmü? Bir də var Milli Məclisin sədri yoxdur. Sadəcə Milli Məclisdə deputatlar oturur, qərarlar verilir, düzdürmü? Amma sədirsizdir. Belə bir şey olar səncə? Sonda bir nəfərin qərar verməyə vacibdir də. Yəni bir nəfərin idarə etməsi məsələsi var. Bax bu Komünist Partiyası da 20-dən 29-cu ilə qədər, yəni 9 il, bu şəkildə idarə olunubdur. 29-cu ildə, artıq biz bura vəzifə, yəni birinci katib vəzifəsinin təsis olunmasını deyəcəyik. Aydındır, 29. Amma 29-cu ildən 33-cü ilə qədər Azərbaycanda bura heç kim gəlmir. Vəzifə var, amma vəzifə boşdur. Bunu kim idarə edirdi? Kimlər tərəfindən idarə olunurdu? Emissarlar. Bəli, gizli tapşırıqlar verilmiş şəxslər ki, biz bunlara emissarlar deyirik ki, emissarlar tərəfindən idarə olunurdu. 29-dan 33-ə qədər. 33-cü ildə bu vəzifəyə kim gələcək? Mir Cəfər Bağırov gələcək yoldaşlar. 1933-cü ildən 1953-cü ilə qədər Azərbaycan Komünist Partiyasının Mərkəzi Komitəsinin birinci katib vəzifəsini icra edəcək Mir Cəfər Bağırov. İndi gəldik yoldaşlar, bura qədər problem var. Bir dənə bu hissəni ümumiləşdirək. Demək, yadımıza saxlayırıq, Azərbaycan SSR yarandı 1920-28 aprelində, düzdürmü? Bir daha deyirəm, Azərbaycan SSR-nin iki dənə orqanı var. Qanunverici, icra edici. Qanunverici olur Müvəqqəti İnqilabi Komitə, əsasən Azərbaycanlılardan ibarət olur. İcra edici orqan isə Azərbaycan SSR-də kim yaradılması. Aydındır? Bu oldu bizim icra edici. İcra edici rəhbəri kimdir? Nəriman Nərimanov olmuş.
Bu hissəsi. Sonra keçdik ki, biz sadəcə bu bizim üçün görüntüdür. Amma real hakimiyyət Azərbaycan Kommunist Partiyasına aiddir. Real hakimiyyət yaranıb 1920-nin fevralında ki, ta 29-a qədər burada birinci katib vəzifəsi olmayıb. 29-cu ildən etibarən birinci katib vəzifəsi olur ki, 29-dan 33-ə qədər Azərbaycan Kommunist Partiyası bu vəzifə boş olur, amma 33-cü ildə bu vəzifəyə Mirzəcəfər Bağırov gəlir. 33-ə qədər kimlər olur burada? Emissarlar, gizli tapşırıqlar, yəni gizli tapşırıqlar verilmiş şəxslərdən söhbət gedəcək. Gəldi indi yoldaşlar, bizim qanunverici orqanımız nə idi? Müvəqqəti İnqilabi Komitə. Müvəqqəti İnqilabi Komitənin həyata keçirdiyi dekretlər var. Yəni islahatlarımız var ki, bu islahatlar hansılardır olsun? Birincisi, polislər əvəzinə fəhlə kəndli milislərinin yaradılması var idi. Birinci məsələmiz bu. İkincisi, Qəza, Nahiyə, Kənd İnqilabi Komitə. Necə bir komitə idi bu? İnqilabi Komitə. Yerlərdə nə yaratdı? Qəza, Nahiyə, Kənd İnqilabi Komitələri yaratmış olur. Keçdik digər dekretə. Torpaq haqqında dekret. Torpaq haqqında dekretə görə yoldaşlar, xan, bəy, vəqf və yaxud da kilsə torpaqlarını ləğv edir. Bunları müsaade edib kimlərin istifadəsinə verir? Kəndlilərin istifadəsinə verir yoldaşlar. Bu oldu bizim ikinci həyata keçirdiyimiz dekret. Üçüncü məsələmiz yoldaşlar, ordu məsələsidir. Ordu və donanmanın biz sadəcə Azərbaycan Xalq Cümhuriyyətində zaten Azərbaycanın, yəni Cümhuriyyətin milli ordusunun yaranması haqqında demişdik. Amma SSR dönəmində həmin milli ordunun ləğv edilməsi haqqında qərarlar verilir. Azərbaycanda yaradılan ordu Rusiyada olan Qızıl Ordunun, yəni tərkib hissəsi kimi burada Azərbaycanda ordu yaradılmalı idi ki, bu da Azərbaycanın bir dövlətin əsas atributlarından biri olan ordu anlayışını məhv etmək üçün görülən tədbirlərdən biri idi yoldaşlar. Gəldik digər tədbirlər, Azərbaycan SSR. Bax, Azərbaycan SSR-də təbəqələşmə var idi, bəy var idi, xan var idi. Bunların hamısı ləğv olunur və hamısı Azərbaycan SSR-nin vətəndaşları olur. Yəni, sosial o bərabərsizliklər var ki, yəni biri xandır, biri vəqifdir, məsəl üçün kimlərdir də, yəni müxtəlif adları var idi. Onlar hamısı ləğv olunur, hamısına bir adına nə verilir? Azərbaycan SSR-nin vətəndaşları adlandırılır. Aydındır? Bu bir növ sosial bərabərsizliyin aradan qaldırılması. Digər məsələ vicdan azadlığı haqqında dekret yoldaşlar. Bunu hamımız çox yaxşı yadda saxlayırıq ki, vicdan azadlığı haqqında dekretə görə dövlət, din bir-birindən ayrılacaqdır və dövlət məktəblərdə dini təlimlərin keçirilməsi, dini dərslərin keçirilməsi qadağan edilmişdir. Bu vicdan azadlığı haqqında verilən dekret idi. Gəldik digər dekretlərinə ki, burada yoldaşlar Xalq Məhkəməsinin yaradılması haqqında dekret idi. Bu dekretə görə, Xalq Məhkəməsinin yaradılması haqqında dekretə görə ancaq məhkəmədə kimlər iştirak edə bilərdi? Fəhlə və kəndlilərin nümayəndələri iştirak edə bilirdi. Sonra 24 mayında neft sənayesi milliləşdirildi. Ondan sonra yoldaşlar Xəzər Ticarət Donanması, banklar, zavodlar milliləşdirildi. Bütün bunlar kimin tədbiri oldu? Azərbaycan SSR-nin qanunverici orqanı olan Müvəqqəti İnqilabi Komitənin gördüyü tədbirlər oldu. Burada başa düşmədiyiniz nəsə var? Keçdik yoldaşlar digər məsələ. 1921 mayda Azərbaycanda birinci Ümumi Azərbaycan Sovetlərinin qurultayı keçirilir. Həmin bu qurultaya əsasən Azərbaycan SSR-nin birinci konstitusiyası qəbul olmuş olur. Biz iki dəfə deyəcəyik bu konstitusiyanı. Biri 1921-ci ildə söhbət Azərbaycan SSR-nin konstitusiyasından söhbət gedir. Digər konstitusiyamız isə 1937-ci ildə olan konstitusiyada söhbət gedir. İlk öncə gəlin danışaq 21-ci ildə olan konstitusiya və idarəçilikdə olan dəyişikliklər. Biz 20-nin aprelindən 21-in mayına qədər qanunverici orqan Müvəqqəti İnqilabi Komitə deyəcəyik. 21-in mayında yenə də qısaltması MİK olacaq. Amma bu olacaq Mərkəzi İcraya Komitəsi. Aydındır? Artıq 21-in mayından etibarən Müvəqqəti İnqilabi Komitə öz fəaliyyətini dayandırır. Onun yerinə Mərkəzi İcraya Komitəsi yaranır. Yenə də Mərkəzi İcraya Komitəsi ali qanunverici orqan kimi fəaliyyət göstərəcək. Yaxşı inşallah. Sonra getdi digər. Bizim icra edici orqanımız nə idi bə? Azərbaycan SSR-nin Xalq Komissarlar Sovetı, yəni XKS idi. Bu olduğu kimi qalır. Necə ki 20-nin 28 aprelində, yəni yarananda icra edici orqan nə idisə,
Burada da yenə 21 mayında olduğu kimi icra edici orqan Azərbaycan SSR-nin Xalq Komissarlar Soveti olduğu kimi qalır və rəhbər, sədr də yenə kim olacaq? Nəriman Nərimanov olacaq. Yaxşı?